Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, daimi şəkildə hər hansı bir şeydən utanc hissi keçirən insanlar. Məsələn, adi çox kiçik bir, incə bir detal var. Hər kəs şəhərarası ictimai nəqliyyatdan istifadə edir, yaxud kimsə bilmədiyi hər hansı bir yolu, hər hansı bir gedəcəyi istiqaməti bir digərindən soruşur. Bir də baxırsan ki, daima qorxu, təlaş, narahatlıq hissi. Səbəb niyə? Sən utanırsan, hər hansı bir ictimai nəqliyyatda həmin yerə çatdığın an bir səs-küy çıxartmağa, yaxud orada düşəcəksən. O qədər gülünc görsənir ki, bir də baxırsan ki, 3 astanovka qarşı tərəfdə düşdü, 3 dayanacaq, yəni və bu dərəcədə sən yəni utanmaq hissi keçirirsən ki, amma əziyyət olur sənə təzədən gedəcəyin evinə, o istiqamətə qayıtmaq. Yaxud hər hansı bir yolu bilmirsən, bir digərindən onu soruşmağa ki, nə deyəcək? Deyəcək sənə ayıb olsun. Niyə soruşursan? Beləmi? Səhv düşüncədir. Soruş, bilmədiyin yerə get. Ünsiyyətdə olmaqdan adətən qaçan insanlardır. Bu da bir növ dərinə gediklikdə, yaxud ümumi anlam olaraq düşüncə, bu da bir növ psixoloji bir xəstəlikdir. Niyə? Çünki bəzi insanların əksəriyyəti, hətta 100-ün 60-70% deyərdim, bir növ elə bil ki, bir-birlərindən qaçırlar. Bir-birlərinə ünsiyyət qurmaqdan, söhbət etməkdən. Sanki ya düşünürlər ki, qarşı tərəfdə məsəl üçün, ya mən səni soyacam, kobud bir ifadə səsləndirə bilərəm. Aqressiv insan da çıxa bilər qarşılarına, doğrudur. Yanlış deyil. Elədir. Amma bir dənə bir kiçik orada incə bir məqam var ki, hər kəs eyni deyil. Və plus da normal olaraq soruşsan, normal cavab alacaqsan. Kobud olaraq olsa, kobud cavab alacaqsan. Yəni bu kimi meyarlar təbii ki, normaldır. Yəni qəbul edilən halda özünü biruz edir. Və ümumən də əgər sən normal olan hər hansı bir düşüncə tərzini səsləndirməkdən qaçırsansa, demək səndə özünə qapanma var. Yaxud təlaş var, qorxu, narahatlıq hissi var, insanlardan çəkinmək var. Bu kimi meyarlar əslində zamanla insanın əgər 1% özünə qapanıqlığı varsa, onu 50%-ə qədər də qaldıra bilir. Çünki psixoloji olaraq 1, 2, artıq 3 insanla, 5 insanla təmasdan qaçırsansa, deməksən ki, insanlar istəmirsən, görmək istəmirsən. Həqiqətən var belə insanlar. İnsanlar görməkdən qaçırlar və nəticə etibarı ilə də yalnızlaşmağa, tənhalaşmağa doğru gedirlər. Heç kimə nə dərdim. Bir də baxırsan sahildə o qədər insanlar var ki, həqiqətən bir yandan, bir başqa düşüncə baxış açısından insanlar çoxluqdan da yorula da bilərlər və yaxud yorulublar. Amma bu demək deyil ki, hə, o pis, sən pis, o pis, bu pis, xeyr. Hər kəs eyni deyil. Və bəzən də söhbət edən zaman görürsən ki, həqiqətən də insanı yaxşı təsir edən insanlar da var. Təbii ki, pis təsir edən də olacaq. Bu, yaşam tərzidir. Bunu normal olaraq qəbul etməlisiniz. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yaza bilərsiniz, yaxud hər hansı fikirləriniz olduqda bölüşə bilərsiniz.